Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, ashabların üzerine olsun. Allah-u Teala elm meclisimizi xeyirli, bərəkətli eyləsin. Allah-u Teala bizləri elm öyrənməkdə müvəffəq eyləsin. Biz əvvəl mövzumuzda Uca Allah'ın böyüklüyü, adları və sifətləri, Uca Allah'ı necə tanımaq, mömin iman artması üçün Rəbbini tanımalıdır. Rəbbini tanımaq nəyin olur? Əlbəttə ki, Allah'ın adları, sifətləri, Allah'ın yarattıqları haqqında düşünmək, göylər və yerlər haqqında düşünmək. Onlar danışıb tutarsan, sonra devam edərdiniz. Uca Allah'ın adlar haqqında danışmaq, əzəməti haqqında öyrənmək. Bugünkü mövzunun onun davamıdır. وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizdə olan hər neymət Allah'tandır. Quran-ı Kərimdə bir ayə. Yəni, mömin düşünməlidir, Rəbbini tanımalıdır. Nə ilə? Allah'ın verdiyi neymətlərlə. Əgər Allah'ın verdiyi neymətləri xatırlamayan və bu haqda düşünməyən Rəbbini tanımaz. Allah Teala buyurur Nəhl surəsində, Allah sizi yarattı, sonra da o sizi öldürəcək. Yəni, hər kəs insan dünyadan köçəcək. Allah ruzi baxımından sizin bir qisminizi digərinizdən üstün etdi. Nəhl surəsi. Faddara ba'dakum. Yəni, ruzilər hamısı nədir? Allah'tandır. Bəzisində çox olar, bəzisində az olar. Əsas olan nədir? İnsan qənaətbəxş olmalıdır. Allah sizə özünüzdən zövcələr yaratdı və zövcələrinizdən sizin üçün oğullar və nəvələr verdi. Həmçinin sizə təmiz neymətlərdən ruzi verdi. Allah da xatırladır. Evladlarınız, nəvələriniz, bütün bunlar hamısı Allah'ın neymətləridir. Nəhl surəsi. Allah sizi ananızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxardı. Yəni, bu dünyaya gələrkən heç bir şey bilmirdiniz. Və şükür edəsiniz deyə sizə eşitmək, görmək və qəlb verdi. Yəni, bunlara görə şükür etdi mi Rəbbinə? Allah evlərinizi sizin üçün rahatlıq yer etdi. Nəhl surəsi. Buna görə Rəbbinə şükür etdin mi? Baxın, nə deyir Allah Quran-ı Kərimdə? Allah yaratdıqlarından sizin üçün kölgəliklər əmələ gətirdi. Dağlarda sizin üçün sığınacaqlar yarattı. Və sizi istidən qoruyan geyimlər və döyüşdə sizi qoruyan zirehli libaslar verdi. Allah bir neymətlərini xatırladı. Nəhl surəsi. Sizi yaradan, sonra sizə ruzi verən Allah'tır. Rum surəsi. Küləkləri göndərən də Allah'tır. Onlar buludları hərəkətə gətirir. Allah onları səmada istədiyi kimi yayır və lay-lay edir. Sonra sən görürsən ki, onların arasından yağış çıxır. Rum surəsi. Bütün bunlar hamısı Uca Allah'ın qüdrəti deyilmi? Mömin düşünməlidir. Rəbbini tanıtmaq üçün Uca Allah'ın yarattıqlarına baxmaq kifayətdir. Rəbbini tanımaq üçün. Sizi zəiflikdən yaradan, sonra zəiflikdən sonra sizə güc verən, sonra gücdən sonra yenə zəif və qoca edən Allah'tır. İnsan düşünmürsənmi? Rum surəsi. Allah Teala səni zəif yarattı. Körpəydin, əlindən işinə gəlmirdi. Qayğıya ehtiyacın var idi. Sonra sənə ruzi verdi. Böyüdün, güclü oldun. Unuttun Rəbbini. Sonra yenidən səni qocaldır. Əgər qocalı yaşına çatsan, əvvəlki kimi yenə zəif olursan, möhtac olursan insanlara. Bütün bunlar hamısı Allah'ın qüdrəti deyilmi? Buludları hərəkətə gətirən, küləkləri göndərən də Allah'tır. Biz buludları ölü bir torpağa doğru sürər və onunla yer üzünü ölümündən sonra dirildərik. Ölüləri diriltmək də belədir. Allah öz ucalığını bizlərə buyurur. O torpaq quruyandan sonra yağış enəndə torpaq dirilir. Bitkilər çıxır, yaşıllaşır. Yenidən sizi də öldürüb yenidən diriltməyə qadir olan kimdir? Uca Allah Teala Fatir surəsi. Allah'ı tanımaq istəyirsən, Allah'ın yarattıqlarına bax. O qapını örtün. Allah sizi əvvəl torpaqdan, sonra nüftədən yarattı. Sonra da sizi cüt-cüt etdi. Onun xəbəri olmadan heç bir qadın nə hamilə olar, nə də doğar. Bir kimsənin uzun ömürlü olması və ya
ömrünün azalması da mütləq yazılmışdır. Bu Allah üçün çox asandır. La ilahe illallah. Evlad verən də o, alan da o. Hər bir şeyin sahibi o. Bəziləri uzun yaşayır, bəziləri qısa yaşayır. Sizin üçün heyvanları yaradan Allah'tır. Siz onlardan bəzilərinə minir, bəzilərinin ətindən isə yeyirsiniz. Qafir surəsi. La ilahe illallah. Allah sizi yerdən bitki kimi yetişdirmiştir. Allah yeri sizin üçün geniş ve rahat edip yaymıştır, döşemiştir. Bütün bunları Allah'tan başka kim edebilir? Hiç kimse. Mümin düşünmelidir daimi imanın artması için, Allah'la ünsiyyət için. Bir insan Allah'la ünsiyyət kurmak istəyirsə, Rəbbinə yaxın olmak istəyirsə, Allah'ın yarattıklarına baksın. Bakın sonra buyurur, yaxşılığın əvəzi yalnız yaxşılıq değil mi? Subhanallah. Hatta sonra bizlere neyi buyurur? Yani yaxşılıq, ihsan. Allah'la ihsan, bir de insanlara karşı. Yaxşılıq necibliğin delili, üstünlüğün itirafı ve güzelliğin tanınmasıdır. Minnettarlıq hissinden doğar. Sədaqətlə ifade edilir. İnsanın daxilindeki temizliği əks ettirir. O insan ki yaxşı insandır. Tek malından değil, sözüyle, əməlləri səxavətlə ifadə olunur. Sevgini artırır. Ruhlara rahatlıq bəxş edər. Qəriblərə xoşbəxtlik gətirər. Yaxşılıq, sərhədsiz cömertlik, tərəddüdsüz səxavət və qarşılıq gözləmədən edilən yaxşılıqdır. Allah Teala bizləri bu dərəcəyə çatmamızı istəyir. İhsan dərəcəsi. İhsan dərəcəsi bir var Allahla muamələdə ihsan dərəcəsi, bir də var qulla qul dərəcəsi. İzzət və hörmət yalnız yaxşılıq edənlərə nəsib olur. Allahın bütün yaxşılığı məhz onun yaxşılığından qaynaqlanır. Əgər Allah Teala səni yaxşı insanlardan seçibsə, yaxşı işlərə yarışırsansa, bu Allahın nemətidir, rəhmətidir. Səni üstün tutub digərlərindən, öz əməlinlə bunu heç zaman edə bilməzdin. Nemətləri də yalnız onun ehsanıdır. Allahın hər bir neməti, onun hər bir kərəmi, hər bir cömertliyi, hər bir fəziləti, hər bir incəliyi və lütfü yaxşılıqdan başqa bir şey deyil. Rəbbin sənə yaxşılıqlar etməyə davam edir. Sən bunun qarşısında nə edirsən? Allah insanı ən gözəl biçimdə yarattı. Onu nüftə olaraq üç qaranlıqda ikən öz yaxşılığı ilə yetişdirdi. Baxın. Yaxşılığı ilə onu körpə kimi qorudu. Cavan kimi bəslədi. Ağıl və iradə sahibi etdi. Onu yetkinləşdirdi. Yaşlananda himayə etdi. Valideynlərinə yaxşılıq etməyi tövsiyə etdi. İnsanlara yaxşılıq etməyi əmr etdi. Allah hər şeydə və hər şeylə birlikdə yaxşılıq etdi və bunun əvəzində böyük savablar və bol mükafatlar verdi. Nemətlərini hesablama mümkün deyil. Allah Teala insanı müvəffəq edir yaxşı əməllərə, onun əvəzində yenə də bol mükafat verən kim? Uca Allah Teala. Allahın nemətlərini saymağa çalışsanız, saya bilməzsiniz. Ona görə Rəbbimiz bizi yaxşılıq etməyə çağırır. Çünki o sənə yaxşılıq etmişdir. Allah buyurur, Allahın sənə verdiyi nemətlərlə ahirət yurdunu qazanmağa çalış. Dünyadan da öz nəsibini unutma. وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq elə. La ilahe. Bütün bu Allahın nemətlərini, yaxşılıqlarını insan necə unuda bilər? Baxın, sonra da buyur Rəhman surəsində, yaxşılığın əvəzi yalnız yaxşılıq deyilmi? Allah Teala sənə bu qədər nemətlər verib, sən nə eləmsin? Bir qul olaraq. Hər şeydən əvvəl yaxşılığa cavab vermək lazımdır. Arada böyük fərq olsa da, sənin yaxşılığın Allahın sənə etdiyi yaxşılığın yanında dənizdə bir damladan başqa bir şey deyil. Sənin yaxşılığın onun fəzilət və lütf dənizləri müqayisədə nə qədər ola bilər ki? Amma yenə də Allah nə edir? Onu artırır. Bu onun lütfündəndir. Allahın yaxşılığı və nemətlərin mənbəyi odur. Sənin etdiyin yaxşılıqlar da əslində onun sənə etdiyi yaxşılıqlardan başqa bir şey deyil. Onun sənə doğru yol göstərməsi. Allahın nemətidir, yaxşılığıdır. O ən gözəl, ən bağışlayan və ən mərhəmətli olandır. Subhanallah. Ona görə deyək ki, ey Rəbbim, yer üzərində yaşadığım müddətcə yaxşılıq etsəm də, bunu nə ağlım gücündən, nə də öz
fəzilətimdən etmirəm. Məni doğru yola yönəldən, hidayət verən sənsən. Ey ehsanı və kərəm bol olan Allahım, məni daim xeyir və yaxşı əməllərə yönəl. Yaxşılıq, buna nə deyirlər? Ehsan. İbadətin ən yüksək məqamlarından biridir. Əslində o ibadətin həqiqəti, ibadətin mahiyyəti və ibadətin ruhudur. Ehsan odur ki, sən Allaha görünmüş kimi ibadət edirsən. Sən onu görməsən də şübhəsiz o səni görür. Bax, bu deməkdir. Bu dərəcəyə çatmaq üçün sidq ürəklə ibadət, sidq ürəklə namaz, sidq ürəklə dua, hər bir şeydə. Bax, bu dərəcəyə çox insanlar çata bilmir. Niyə? Günahlar mane olur. Ehsan deyirlər buna. Yaxşılıq imanın qəlbi, İslamın ruhu və şəriətin kamilliyidir. O bütün söz, əməl və hallarda daxil olur. Yaxşılığın ən yüksək dərəcəsi Allahla olan münasibətlərdə yaxşılıqdır. Bundan sonra insan özü, ailəsi və digər məxluqatlara olan münasibətlərdəki yaxşılıq gəlir. Hətta heyvanlar da buna daxildir. Peyğəmbərimiz buyurur ki, Allah hər şeydə ehsanı, yaxşılığı əmr etmişdir. Öldürərkən belə gözəl bir şəkildə öldürün. Heyvanı və ya zərər verəni belə. Heyvanı kəsərkən belə gözəl şəkildə kəsindir. Əziyyət verməyin. Baxın, bir qadın çox isti bir gündə susuzluqdan dili sallanmış bir it gördü. O qadın itə su verdi və Allah onun bu əməlini qəbul edərək günahlarını bağışladı. Düşünün, bir itə yaxşılığına görə Allah bağışlayırsa, bəs o insanlar ki, digər Allahın zəif qullarına, fağır qullarına, ehtiyacı olanlara öz bacarından yaxşılıq edirsə, görün ahirətdə bunun mükafatı nədir Allah dərgahında? Bütün insanlar ünsiyyət qaydalarının əsasları yaxşılıq prinsipinə dayanır. Həqiqətən də yaxşılıq həyatın bütün sahələrini əhatə edir. Qul ilə Rəbbi arasında ehsan, insanın ailəsi, cəmiyyət və bütün bəşəriyyətlə olan münasibətlərini hətta digər canlıları belə nə edir? Əlaqələndirir, əhatə edir. Yaxşı insan həm məxluqlar tərəfindən, həm də yaradan tərəfindən sevilir. Bu səbəbdən yaxşılıq edənlərin Allah qatında məqamları çox böyükdür və yüksək dərəcə sahibidirlər. Bu dərəcəyə çatmaq lazımdır, çalışmalıdır. Həm ibadətdə, həm də insanlarla yaxşılıqda. Yaxşılığın əvəzi yalnız yaxşılıq deyilmi? Rəhman surəsi. Yəni Allahın sizə olan nemətlərinə iman və tovhiddən başqa bir qarşılıq yoxdur. Allah təala bu qədər nemətlər verir. Bunun qarşılığında yaxşılıq nədir? İman gətirmək. Tovhid, Allah'a şərik qoşmamaq. Sən əgər Allah'a şərik qoşursansa, Allah təala sənə bu qədər nemətdən verəndən sonra deməli sən yaxşılıq etmədin. Rəbbinə qarşı. Axı nemətləri verən yalnız Allahdır. Sən isə getdin qəbirdən, daşdan, ağacdan, ölüdən kömək istədin. Onları da yaradan Allahdır. Elə yaradandan istə də. La ilahe illallah. Başqa ayədə Allah özünün yardımı, qoruması, dəstəyi ilə yaxşılıq edənlərlə birlikdə olduğunu bildirir. İnnallaha ma'al muhsinin. Şübhəsiz ki, Allah ondan qorxanlara və yaxşılıq edənlərlə bərabərdir. Nəhl surəsi. Allah bir çox ayələrdə yaxşı edənləri sevdiyini açıq şəkildə elan edir. Allah yaxşılıq edənlərin innallah yuhibbul muhsinin. Allah yaxşılıq edənləri sevir. Həmçinin Allahın rəhmətinin yaxşılıq edənlərə çox yaxın olduğunu bildirib buyurur. Həqiqətən Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır. Həm dünyada həm axirətdə. Bu məqama hər bir insan nədir? Çatmağa çalışmalıdır. Allah yaxşılıq edənlər əməllərinin qorunduğunu, zəhmətlərinin itirilmədiyini bildirir. Həqiqətən Allah yaxşılıq edənlərin mükafatını puç etməz. Bitdi. Əksinə, Allah onları sevindirər, onlara xoş müjdə verir və buyurur, yaxşılıq edənlərə müjdə verir. Nədir müjdəsi? Cənnət. Baxın. Nə deyir Allah yaxşılıq edənlərə? Elə bir nemət vermişdir ki, başqasına verməmişdir. Nədir bu? Yaxşı iş görənlərə ən gözəl mükafat cənnət və əlavə olaraq daha artığı nədir o? Allahı görmək vardır. Onların üzlərinə nə toz, nə də zillət örtəcəkdir qiyamət günü. Məhz onlar cənnət əhlidirlər və orada əbədi qalacaqlar. Yunus surəsi.
Yəni Allah bu dünyada iman və salih əməllərə, yaxşılıq edənlərə axirətdə ən gözəl mükafatı vermiş, onları cənnətdə yerləşdirmiş və onlara gözlərin görmədiyi, qulaqlarının eşitmədiyi, heç kəsin qəlbindən keçməyən nemətlər bəxş etmişdir. Daha əvvəl etdiyi yaxşılıqların əvəzindən əlavə ən gözəl nemət olaraq onlara öz camalına baxmaq neməti vermişdir. Yəni bu yüksək və ali mərtəbənin üzərində insan düşünməlidir. Çünki yaxşılıq edən həyatını sanki Allahı görmüş kimi keçirir, daim onu izləyir, onun yəni hər bir hərəkətində Rəbbim məni görür, qəlbinə rahatlıq gəlir, həqiqətən Allahı onu gördüyünü bilir, qorxur, Allah da bunun əvəzində onu özünü görməklə mükafatlanır. Harada? Cənnətdə. Ona görə nə deyir? Yaxşı iş görənlər üçün ən gözəl mükafat cənnət və əlavə artıq vardır. Soruşurlar Peyğəmbərimizdən nədir? Dedi ki, cənnət cənnətə girənlər və cəhənnəm əhlindən cəhənnəmə girənlər olduqda bir nicat çağıracaq. Ey cənnət əhli! Şübhəsiz Allahın sizin üçün vəd etdiyi bir şey vardır ki, onu yerinə yetirmək istəyir. Onlar deyərlər, o nədir ki? Məyər bizim de üzümüzü ağ etdi deyir, bizi cəhənnəm əzabından qurtardı, cənnətə daxil etdi. Bundan böyük nə ola bilər? Bundan sonra pərdə qaldırılır və onlar deyir, Rəbbinə baxarlar. Allah tərəfindən onlara verilən bu nemət, Rəbbinə baxmaq, onlara verilən bütün digər nemətlərdən daha sevimli olar və daha təsir edər. يَوْمَ تَبْيَدُّ وُجُوهٌ O gün üzlər deyir, ağaracaq, yəni parlayacaq. Vucuhu yevme izin nazira. O gün birçok üzler parlayacak. İlâ rabbiha nazira. Rabbine deyir, baxacaqlar deyir. La ilahe. Bakın ona göre ehsan derecesi en uca derecelerden birisi. Həmçinin deyir ki, böyüklük ve əzəmət. Allah Teala buyurur. Altı özünü tanıdır bizlere. De, göylerde ve yerde neler var? Bakın. Bütün bu ayeler ve korkutmalar iman etmeyen bir qövmə fayda vermez. Yunus suresi. Kimler Allah'ın yarattıklarından təsirlənirlər? İman gətirənlər. İman gətirməyənlər onsuz da fayda vermez. Ey insan deyir. Allah'ın necə inkar ettiğine heyrət etmirsənmi? Əksinə, inkar eden özünün necə inkar ettiğine baxmalı. Gör sən kimə qarşı asi olursan. Çünkü her şeyde onun tək olduğuna dəlalət var. Ateistlər qüsurludur. Görmürlər, gözləri kördür. Baxın deyin, nüftəyə bax. Əvvəl nə idi, sonra nə oldu? Bir damla su. Ondan sonra insanların bir araya gəlməsi, onları eşitməsi, görməsi, ağılla düşünməsi, güc və biliyə sahib olması, bunlar Allahın əzəmətinə işarət deyilmi? Bir damla sudan insan yarattı. Görür, eşidir, güc. İnsanlara və onların halları və şəkillərinə bax. Onların eşitmələri, rəngləri, formaları və səsləri bir-birinə fərqlidir. Əgər bunu Allah yaratmıyorsa, hamısı eyni olardı da. Niyə fərqlidir? Əgər insan elə meymundan yaranmışsa bu naqisləri dediyinə görə qüsurların, elə hamısı eyni olardı da. Baxın deyir. Onların eşitmələri, rəngləri, formaları və səslər bir-birinə fərqlənir. İradələrdə, anlayışlarda, ağıllarda, hərəkətlərdə, istəklərdə, əxlaqda, qabiliyyətdə və fitri meyillərdəki fərqə bax. Bunu yaradan var. Hər bir bədənin üzvlərinin nə qədər mükəmməl insan bədən yerləşdiyinə, yerli yerində olduğuna diqqət yetir. Altına buyurur. Özünüzə baxıb düşünmürsünüzmü? Zariyat surəsi. İndi yeni kəşfi ortaya çıxanda insanlar dəşdə gəlirlər. Bunu yaradan var. Bu öz başına yarana bilməz insan. Bütün bu əzəmət nədən yaranıb insandakı? Bir damla sudan, nüftədən. Sonra Allah onu inkişaf etdirib mükəmməl formaya saldı. Sonra ona ruh verdi. Bu qədər heyratamiz yaradılışlar gəldi. Sonra göylərin, yerlərin, onların genişliyinin və yüksəkliyinin, ulduzların, fəzaların, fərdliklərin və sonsuz ölçülərin mövzularına bax. Altta buyurur Quran-ı Kərimdə. Yerə baxın, biz onu necə döşəmişik.
ve dağları koymuşuq ve orada her cür güzel bitkiden yetiştirmişik. Zariyat suresi. Bunu Allah'tan başka kim edebilir? Bakın, göylərin ve yerin yaradılışına bakın. Necə möhkəm ve heyrətamizdir. Necə de güzel ölçü ve nizam içinde yaradılmıştır. Necə oldu? Ne deyirlər? Bing bang. Partladı, yarandı, partladı, yarandı. Elə partladı, yarandı. Elə hamısı nizamla oldu. Ay güneş keçməz, güneş ay keçməz. Hərəsi öz orbitində üzər. Bu necə oldu elə? Partla o ateistlərin dediyi kimi. Ne oldu elə? Partaya getdi. Milyardlarca, trilyardlarca ulduzlar yarandı. İndi kəşf edirlər, nələr çəkirlər, dəhşətə gəlirlər. La ilahe illallah. Bax, nə deyir Altı Quran-ı Kərimdə? Göyü biz qüdrətimizlə yaratdıq və biz onu genişləndiririk. Zariyat surəsi. Yine NASA deyir ki, səma genişlənir. Subhanallah. Yeri ise biz döşədik. Necə də gözəl döşəyənik. Zariyat surəsi. Yəni göyləri ucaldan ve yer üzünü geniş bir döşək kimi yayıb, sabit ve rahat bir yaşayış məkanı edən Allah'tır. Göy ve yer uca yaradanın böyüklüyünə ve qüdrətinə en böyük dəlillərdən biridir. Alta buyurur. Göyləri sütunsuz yarattı. La ilahe illallah. Düşünün ne kadar. Bilirsiniz de bir yayda gördüğünüz balaca bir bulut parçası 10 mindən tondu, bilirsiniz onu. La ilahe illallah. Adi bulut parçası yayda gördüğümüz hesablayırlar ki 10 yani milyon tonlar deməkdir. Hələ bu bir bulut parçasıdır. Ve semalar 7 sema arasında olan məsafə. Eğer her ölkəyə desəydilər ki siz özünüzə səmanı tutun, saxlayın. Kim o səmanı saxlaya bilər? Heç kim. Çata bilmir insan sonunda. Göyləri sütunsuz yarattı. Onları necə durduqlarını görürsünüz. Ve yere möhkəm dağlar attı ki o sizi, yani yer oxundan çıxmasın. Orada her cür canlıları yaydı. Biz göyden su indirdik ve yerde her növ necib bitkiler bitirdi. Loğman suresi. Allah her şeyi cüt yarattı ki belki düşünüp ibret alasınız. La ilahe illallah. Bakın de Allah'ın yarattığına bakın. O her şeyi birbirine cütler şeklinde yarattı. Göy ve yer, güneş ve ay, isti ve soyuq, kış, kısa ve uzun, gece ve gündüz, quru ve deniz, dağ ve düzenli, kişiler ve kadınlar, cinler ve insanlar, nur ve zulmet, iman ve küfür, saadet ve bedbəxtlik, cennet ve cehennem, hak ve batil, şirin ve acı, hareket ve sakitlik, hayat ve ölüm. Yaradan kim? Allah. Birbirine zidd olan şeyleri cütünce yaradı. La ilahe illallah. Yani bunu necə insan görebilmez bunu? Yani gözünü kaldırıp bir samaya bakılmaz mı insan? Ona göre eğer Allah'ın nimetlerini saysanız onları sayıp kurtarabilmezsiniz. Bir yarpaqların yaratılışındaki hikmete, möcüzeye bak. Bir yarpağın içinde necə çok ince yazılar, damarlar var ki insanlar heyrete gelir. Bəzən yeni bir yarpaq ki onun yaratılışında deyirsən ki subhanak, sen ne ucasan ey Rabbim. Yeryüzünde saysız bakın yarpaqlar, böyük, kiçik, yaşıl, qurumuş, hamısı ve buna baxmayaraq Allah onların hamısının harada olduğunu bilir. La ilahe illallah. Heç bir yarpaq ondan xəbərsiz yerə düşmür. Ən'am surəsi. Yerə düş elə bir yarpaq yoxdur ki Allah onu bilməz. La ilahe. Sayıları milyardlarca. Ama Allah hamısını bilir. Bunu Allah'tan başka kim bilebilir? İnsan necə düşünmez, Rabbine ibadet etmez. Bakın diye bir tane havaya bakın diye. Bu yumuşak, ince hava göy ve yer arasında aslı vəziyyətdə saxlanılmıştır. Kuşlar onun içinde kanat çalarak dalgalarını üzüp gedirlər. Sanki denizde üzen heyvanlar kimidirlər, balıqlar kimidirlər. Bəzən hava dalgalanır ve fərqlərə, yani tərəfləri qarışır. Eynilə denizin dalgalarının karışması kimi. Allah istese onu mərhəmət dolu bir hareketle hareket ettirər ve ona rəhmət, müjde, bereket getiren bir küreye çevirer. Sonra Allah merhametinden önce müjde veren bulutlar gönderer. Nihayet bu bulutlar ağır, yani taşıyar suyu, bu küləklər o bulutları taşıyar, onları ölü bir yere sürükleyer. Biz oraya su indirerik ve su ile yeryüzünde her cür meyveler bitirerik. Əraf surəsi. Eğer Allah istese bu havanı insanın üzerine əzab, bəla, sert küləklər ve dağıdıcı felaketler getiren bir vasıtaya çevirer.
Necə ki çevirir. Allahın əlində deyilmi? Bəzən elə tufanlar gəlir ki, bütün şəhərləri və ölkələri viran qoyur. Onların üzərinə elə küləklər göndərdi deyə Allah Teala. Necə insan düşünmür Rəbbinə ibadət etməsin? La ilahe. Bax, necə Allah kafirlərə qatı, buz kimi soyuq və dəhşətli bir külək göndərdi. Uğursuz günlərdə Salih qövmü. Belə ki, onlara dünya həyatına rüsvay edici əzab daddırdı. Ahirətdəki əzab isə daha rüsvay edicidir və onlara kömək olunmayacaqdır. Fussilet surəsi. Bəzi xalqları, millətləri küləklə məhv elədi. Buz kimi külək darmadağın elədi onları. Yəni, bunları insan necə düşün, bu havadan nəfəs alır? Bunu yaradan kimdir? Hamısı öz başına oldu, partiya getdi yaradan. Naqis Allah. Allahın ayələrindən biri də gecə və gündüzdür. Onlar Allahın yaratdığı möcüzəvi ayələrdəndir. Altı buyur, onun ayələrindən biri də ayələr, yəni qüdrətinə dəlalət edən nişanələr. Onun ayələrindən biri də gecə və gündüzdür. Baxın, Allah gecəni sakitlik və örtü etdi. Bütün dünya hərəkətindən dayanır, heyvanlar öz yuvalarına çəkilir, quşlar öz yuvalarında istirahət edirlər. İnsan ruhları da gündəlik zəhmətindən və yorğunluğundan dincələr, rahatlıq tapar. Sonra Allahın izlə, səhərin nuru sökülər, işıq yayılmağa başlayar, gecənin qaranlığı parçalanar və dünya aydınlanar. İnsanlar yenidən hərəkətə başlayır və həyatlarına davam edirlər. Allah da ona gəlir, gecə gündüzü, bir dənə gecə gündüzə baxın ki, Allahın ucalığına dəlalət edən ən böyük dəlillərdən birisidir. Allah buyurur, gecənin sizin üçün istirahət vaxtı etdi, gündüzü isə çalışmaq üçün yaratdıdır. Yunus surəsi. Gecə tam sakitləşəndə, gözdən yumulduqda və ulduzlar gizləndikdə Allahın böyüklüyü daha çox hiss edilir. Bir başını qaldır səmaya bax. Nə deyir? Hey, düşündünüzmü? Əgər Allah gecəni qiyamət gününə qədər fasiləsi uzatsa, Allahdan başqa hansı ilah sizə işıq gətirə bilər? Məyər eşitmirsiniz? Düşün, daimi gecə olsa, kim o qaranlığı aradan qaldıra bilər? Bütün dünya gücü ilə toplansa, silahı ilə toplansa, hansı ki, indi insanlar zamanımızda təyyarəyə baxırlar, gəmilərə baxırlar, nə bilim, kosmosa baxırlar, falan şeyə baxırlar, dəhşətə gəlirlər, ay nələr ya, nələr düzəldirlər, nə bilim, texnik inkişaf. Yaxşı, bir dənə gecəni Allah'a daimi saxlasa, kim onu gündüzə çevirə bilir? Heç kimsə. Yəni, bəşəri bir güc yoxdur. Dənizə baxıb deyir, baxın, onun içindəki möcüzələrə və qəribəliklərə diqqət yetirsək, dalğaların coşqun hərəkətinə və dənizdə üzən gəmilərə baxsaq, yenə Allahın böyüklüyünü yada salarıq. Nə deyir? Dənizi sərram edən odur ki, oradan təzə ət yeyəsiniz və oradan zinət əşyaları çıxardıb yeyinəsiniz. Mirvari, orada gəmilərin dalğaları yara-yara getdiyini görərsiniz. Bütün bunlar Allahın lütfündəndir ki, bəlkə şükr edərsiniz. Nəhl surəsi. Əgər gözünüz, yəni düşünün, insan necə bunları düşünməz və Rəbbinə ibadət etməz. Qiyamət günü Allah Teala soruşanda ki, bu boyda Allah Teala'nın ucalığına dəlalət edən dəlilləri gördün, nə cavab verəcək insan? La ilahe illallah. Baxın nə deyir, əgər gözümüz çiçəklənən bir gülə, ləçəklərin açılmasına və onun ətir saçmasına şahid olsa, biz yenə Allahın böyüklüyünü xatırlayırıq. Biz yəni bağa, gözəl bir yerə çatanda oturub İsa deyilir, nə gözəl yerdir. Orada otururuq, rahatlıq tapırıq. Ətrafımıza baxıb, müxtəlif ağaclar, yetişmiş meyvələr, nazik budaqları, yaşıl otları və sərin küləkləri görəndə heyrətamıza gəlir, düzdür. Bütün bunları yaradan kim? Uca Allah. Çünki Allah göydən su indirən odur. Su ilə torpaqdan hər cür bitkilər çıxardır. Sonra bu bitkilər yaşıllaşır. İçində sümbüllər, üzüm, xurma ağacları, zeytin, nar, bəziləri bir-birinə bənzər, bəziləri fərqlidir. Bütün bunlara baxıb Allahın qüdrətini insan necə görməz? Bu Allahın varlığının və böyüklüyünü anlamaq üçündür. La ilahe illallah. Yəni, necə insan bunu düşünməz? Hər ilin qış fəsli bitəndə torpağa bax. Soyuqdan, şaxtadan, qaranlıqdan ağaclar quruyur, budaqları tökülür quraqlıqdan. Yarpaqları saralır, torpağa sorur, sanki hər şey ölüb. Lakin sonra rəhman olan Allahın mərhəmətlə torpaq yenidən canlanır. Yaşıl otlar çıxır, ağaclar yenidən yarpaqlanır, çaylar daşır, güllər açır.
Bütün bunlar Allahın qüdrəti deyil. Kim bunu eləyə bilər Allah etməsə? La ilahe. Ölü kimi görünən torpaq bir anda dirilir. Hər tərəfdə həyatla dolur. Ağıllı və anlayışlı insan bu mənzərədən dərs alır. Qışda ölü kimi olan torpaq baharda necə dirilir? Bu mənzərə dilsiz bir dillə nə deyir? Bu torpağı dirildən Allah qiyamət günü ölü insanları da diriltməyə qadirdir. Allah Teala bizlərə nə edir? Misal çəkir. Ey insanlar, əgər qiyamət gündə, baxın nə deyir Allah Teala? Ey insanlar, əgər qiyamət günündə diriləcəklərinizdən şübhə edirsinizsə, bir baxın. Biz sizi torpaqdan, sonra bir damla nüftədən, sonra qan laxtasından, sonra bir parça ət halına saldıq. Bəzən formalaşın, bəzən hələ də formalaşın şəkildə. Bunu sizə Allahın gücünü göstərmək üçün etdik. Ana bətnə sizin dilədiyimiz müddət saxlayırıq. Sonra sizi uşaqla dünyaya gətiririk. Sonra yetimlik yaşına çatırırsınız. Kimin ömrü qısa olur, kimisə çox yaşayır. Amma sonra elə bir yaşa çatır ki, heç nəyi xatırlamır. La ilahe illallah. Necə insan bunu düşünməz? Bunu edən kim? Rabbul Ələmin. Nə zaman sən Rəbbinə ibadət edəcəksən? La ilahe illallah. Yəni bütün bunları görüb də Rəbbinə ibadət etmirsən. Nə zaman ibadət edəcəksən? Bütün bunlar nəyi göstərir? Bütün bu kainatı yaradan kim var? Uca Allah. Biz nə zaman ibadət edəcəksən? Baxın. Biz ulduzlara, günəşin parıltısına, ayın işığına, planetlərin hərəkətinə baxdıqda Allahın ucalığını xatırlayırıq. Bəzən bir canlıya baxsaq, onun bədənindəki izləri, hərəkətləri müşahidə etsək, Allahın ona verdiyi möhtəşəm quruluşu görə bilərik. Boş yerə heç bir şey yaradılmayıb. Allahın yaratdığı hər varlıq onun ucalığını əks etdirir. Bəzən elə bir canlı görülür ki, çox balacadır. Adi gözlə görünmür. Amma onun içində elə bir incə quruluş, elə bir dəqiq sistem var ki, bu yalnız Allahın qüdrətlə mümkündür. Yaxşı, ey inkarcılar, bir milçək yaradın, ruh verin də, verə bilirlər. Niyə? Robot düzəldə bilirlər, hər şey edə bilirlər, amma bir dənə ruh verin də. Bir dənə milçək yaradın, uçsun. Bir ruh, niyə ruh verin? Ruh nədir? Ruh verə bilərlər? Yox. Bax, içində damarları, orqanları, sinirləri, hərəkət hissələri vardır. Elə sistemdə yaradılır ki, bəzi hissələri yalnız müasir cihazlarla görünə bilir. Kim gecənin qaranlığında uçan yarasanı görsə, onun qanadındakı damarları, sümüklə, əzəlləri görəndə yerdə gəlir. Bunlar Allahın ilk yaratdığı canlılardan bugünə qədər onun qüdrətinin nümunələri deyilmi? Allah da Quran-ı Kərimdə ağaca qənədi misal çəkəndə dedilər ki, niyə görə Allah da ağaca qənədi misal çəksin ki? İndi ortaya çıxır ki, ağaca qənət deyilmiş, sən sanki bir böyük bir zavoddur. La ilahe illallah. Onun da üzərində deyil bir şey var. Bir milçək misal çəkir, onun da üzərində olan. Deyirlər, nədir onun üzərində olan? Ağca qənətdəki bir dənə sistemi oxuyurlar, dəşdə gəlirlər. Uzaqdan tərdən hiss edir. Sonra hər qanı da içmir. Qanı götürür, analiz edir. Qan uyğun da uyğun deyil. Balaca bu böyle şey, gözlə görülən bir şey. Bunu yaradan kimdir? Yaradın da bir dənə ağaca qənədi. Ruh verin. Və sonra insanı aldatmaq üçün səni qan götürən yeri uyuşturur. Anestezologlar nə deyirlər? Uyuşturur. La ilahe illallah. Çox da hiss etmirsən. Bəzən o qonur, sonra qaçır gedir. Niyə? Analiz etdi ki, o qan uyğun deyil. Tərdən hiss edir. La ilahe illallah. Altına misal çəkir. Quran-ı Kərimdə. Bütün bunlar Allahın ucalığı deyilmi? Yəni, ona görə mümin nə zaman düşünər bu barədə? Nə zaman fikirləşəcək? Kim gecənin qaranlığında uçan, yəni və digər Allahın böyüklüyü dağlarda, dənizlərdə, göylərdə, çiçəklərdə, yarpaqlarda və sərin küləklərdə açıq-aşkar görünür. Subhanallah. İnsan ayın fırlanmasına, su dövranına, gecə-gündüz necə dəyişməsə baxsa, Allahın necə möhtəşəm yaratdığını anlayar. Biz gecəni və gündüzü iki ayət deyilir. Dəlil etdiyi ki, Allah da ne deyir? Quran-ı Kərimdə. Yəni, bütün bunlar Allahın ucalığını göstərmir. Bəs insan nə zaman Rəbbinə qayıdacaq? La ilahe illallah. Amma öləndən sonra fayda verəcək? Yox.
Ölenden sonra ne olacak? Hiçbir şey. Bakın deyik, Allah ağcaqanaddan misal verdiği zaman kafirlər heyrətlənə dediler. Kainatı yaradana küçük bir həşərat misal çəkməsi nə dərəcə uyğundur? Əl-Bəqərə surəsi. Ne diyor Allah Kur'an-ı Kerim'de? Şüphesiz ki Allah ağcaqanadı ve ondan daha üstünlü misal vermekten çekinmez. Kiçikliğe, böyüklükte. Bunu böyle tercüme edirlər. Bakın, 1400 ildən sonra sürprizler meydana çıxır. Dişi ağcaqananın başında 100 gözü var. Ağzında 48 diş. İçinde 3 ürək var. Onun xortumunda 6 bıçaq var. Her bıçağın öz vəzifəsi var. Bir ucunda 3 kanadı var. İnfraqırmızı sistem kimi işleyen temperatur cihazda təcrid edilmiştir. Qaranlıqda insan dərisinin rəngini, bakın, insan dərisinin rəngini əskərlərin gece görmə sistemləri kimi bənövşəyi rəngdə əks etdirir. Gizli xətə getdir. Gece görmə şey var. Baxırları. Bakın. Yerli anesteziya aparatı ilə təchiz olunub ki, bu cihaz qan udana qədər iğnələrini bir kimdik hiss etmədən insan bədəni daxil etməyə kömək edir. Uyuşturur ki, hiss etməyəsən deyə. Qan analiz aparatı ilə təchiz olunub. Hər qanı qəbul etmir. O qanı sulandırmaq üçün bir cihazla təchiz edilmişdir ki, əmmə proses zamanı onu çox rahat axsın. La ilahe illallah. İnsan tərinin qoxusunu 60 metr məsafədən hiss edə biləcəyimiz İBM cihazla təchiz edilmişdir. Ən qəribəsi odur ki, müasir elm ağcaqanadın kürəyində yaşayan, ancaq mikroskopla görülə bilən çox kiçik bir həşərat olduğunu aşkar edir. Alt nə deyir? Fəmə fəvqəhə, üzərində olan. İnna Allah lə yəstəhi yadribə məsələn mə bə'udətən fəmə fəvqəhə. Allah Teala bir ağcaqanad və üzərində olan misal çəkməkdən həya etməz. Üzərində olanı tərcümə edirlər ki, ondan kiçik böyük. O zaman elm yox idi. İndi deyirlər ki, onun üzərində də bir dənə, baxın, kürəyində yaşayan, ancaq mikroskopla görülə bilən çox kiçik bir həşərat var. La ilahe illallah. Yəni bütün bunlar hamısı Allahın ucalığına dəlil deyil. Ne zaman insan tövbə edəcək, Rəbbinə qayıdacaq və qiyamət günü nə hesab verəcəksən Rəbbinə? La ilahe illallah. Yəni bütün bunların sahibi kim? Uca Allah Teala. Baxın nə deyir? Mərəcəl bəhreyni yəltəqiyən. İki dənizi buraxdı ki, birləşərlər. Sonra beynəhumə bərzəxun la yəbğiyən. Aralarında bir sədd vardı ki, bir-birini keçməzlər. La ilahe illallah. İki dənizi bir-birinə birləşdirir, amma sədd var, keçmirlər bir-birini. Yaxrucu minhumə lu'lu vəl-mərcan. Onlardan inci və mərcan çıxır. وَمَا يَسْتَوِ الْبَحْرَانِ هَذَا عَذْبٌ فُرَاتٌ. İki dəniz bir deyil. Biri şirin dadlı, içilməyə yaralı, diğer ise duzlu acı. La ilahe. Allah Teala bu ayda hikmətindən danışır ki, suyun tərkibi və yayılması necə möcüzəvi şəkildə qurulur. Yəni, yeryüzündə suyun içində ikisi duzludur. Şirin su azlıq təşkil etsə də həyat üçün kifayətdir. Duzlu və şirin suların qarışması Allahın qoyduğu fiziki qanunlarla baş verir və bu möcüzə bir tarazlıqdır. La ilahe illallah. Bunu kim edə bilər? Bu böyük və geniş kütlədən, yəni dənizlərdən günəşin isti ilə buxar qalxır. Bu buxar sonra yağışa çevrilir və həmin yağışdan şirin su yaranır ki, bu da müxtəlif formalarda yer üzərində toplanır. Bütün çaylar demək olar ki, dənizlərə tökülür. Bu çaylar yer üzərindəki duzları və mineralları özləri ilə dənizlərə gətirirlər, lakin bu dənizlərin təbiətini dəyişmir və onların təbiətinə zərər verir. Quranda adı çəkilən əl-lu'lu mərcan isə bu ayədə qeyd edilən dəniz Allahın yaratdıqlarındandır. Baxın, Allahın böyüklüyü və qüdrəti onun yaratdıqları və dənizdə olan canlılar, dənizin dərinliyində yerləşənləri düşünən hər kəsi Allahın nə qədər möcüzə yaratdığını göstərir. Orada ağlın heyran qalacağı möcüzələr, ilahi hikmətlər var. Allah buyurur. O Allah ki, baxın onun qüdrətinə. O Allah ki, dənizi sizə ram etdi ki,
ondan təzə ət yeyəsiniz və oradan taxdığınız zinət əşyaları çıxardasınız. Nəhl surəsi. Baxın, Allah Quran-ı dənizi haqqında olan ən böyük möcüzələrin biri budur. İki dənizi bir-birinə qovuşturdu. Aralarında bir sədd, bərzəx vardır, bir-birini keçməzlər. Rəhman surəsi. Və Allah iki dənizi birləşdirən bu şirin və içməli, o isə duzlu və acıdır. Aralarında bir sədd və maniyə qoydu. Bax, bu ayələr uzun illər davam edən elmi araşdırmalar və dünya dənizlərin tədqiqi nəticəsində sübut olunmuşdur. Elm göstərir ki, dənizlərə, çaylar arasında, həmçinin duzlu və şirin su arasında gözlə görünməz bir sərhəd vardır. Bu sərhəd onların bir-birinə qarışmasını təmin edir. Buna görə ancaq Subhanallah demək lazımdır. Allah buyurur Rəhman surəsində 60-cı illərdə, 70-də bunu ixtira edilər, sevindilər ki, biz nədir? Belə bir şey tapdıq deyə. La ilahe. Hansı ki, Allah buyurur bunu Quran-ı Kərimdə. Ona görə də mömin Allahın ucalığını, qüdrətini bilmək istəyirsə, onun yaratdıqlarına baxsın. Düşünsün. Subhanallah. Baxın, nə deyir? Biz hər bir canlı sudan yaratdıq. Ənbiya surəsi. Allahın ən böyük ayələrindən biri axıb gedən sular. Dağlardan süzülən çaylar və bulaqlar həyatın əsasını təşkil edir. Uca Allah buyurur. Və biz sudan hər bir canlı varlığı yaratdıq deyir. Bu suyu yaradan kim? Uca Allah. Baxın, burada bir dənə gözəl incəlik var. Deyir ki, su heyrətamiz və qəribə bir varlıqdır. O axdıqda torpaq canlanır. Dalğalar coşur, həyat dirçəlir. Hərəkət və bərəkət, səxavət artır. Yağış, dolu, qar, ildırım və şimşəklə təbiət canlanır. Bağlar çiçək açar, otlar bitər, çaylar daşar, heyvanlar çoxalar, səhralar yaşı örtüyə bürünər. Çiçəklərə, meyvələrə can verər, gözəllik gətirər. Su həm də xəstəliyə şəfa, düşmənə də ziyan ola bilər. Düşmənləri də su ilə həlak edib Allah. O evləri dağıdıb, qayaları parçalayar, yolları kəsər, evləri viran edər. Allahın izi ilə sakitlik də gətirər, dağıntı da. Nə deyir? Allah Teala su ilə həlak elədi Nuh qövmünü. Ey yer, suyunu ut, ey göy, tut yağışını. Ona görə ki, bu su özü Allahın əskərlərindən biridir. O yolları dolub axan bir selə çevirilər, daşları yuyar və torpaqları oylar. Ona görə də əgər bu suya Allahın rəhməti toxunarsa, o bərəkət və həyat gətirər. Yox, əgər qəzəbi toxunarsa, o zaman fəlakətə və məhvə səbəb olar. Allah buyurur, biz onlara yağış göndərdik. Bax gör, günahkarların aqibət necə oldu? Tufanla məhv elədi. La ilahe illallah. And olsun ki, onların üstünə şər yağış yağdırdıq bəzilərini. Bəs əvvəlki hallarında islah olmalarını gözləmədilərmi? Allah bəzilə ümmətləri yağışla neyniyib? Həlak edib. Allah günəşli istini dağlara, dənizlərə və okeanlara yönəldir. Bununla da su buxarlarına göyə qalxır. Subhanallah, bu böyük yaradanın möcüzəsidir. Dəniz suyu buxarlandıqda o artıq əvvəlki duzlu sudan fərqlənir. Quranda bu haqda deyilir. Bəs siz içdiyiniz suya baxmırsınız. Onu buluddan siz endirirsiniz, yoxsa biz? Subhanallah. Duzluydu, qalxdı, şirin endi. La ilahe illallah. Bu buxar yüksəlməyə davam edir. Lakin atmosferdə yüksək təbəqələrə çatdıqda onun hərəkəti dayanır və yavaşlayır. Çünki orada temperat aşağı düşür. Bu da onun ya yerə dönməsinə, ya da başqa bölgələrə keçməsinə səbəb olur. Allah bu buxar istədiyi kimi hərəkət etdirir, buludları düzəldir, onları birləşdirir, dağıdır, istədiyi bölgəyə yönləndirir, buludları bir yerə saxlayır, sonra yağış halında boşaldır. Baxın, nə deyir Rum surəsində? Allah küləkləri göndərir, onlar buludları qaldırar. Biz onları göyə sürükləyər və onlar istədiyimiz bölgəyə yayarıq. Sonra onu hissə sıxlaşdırar, sonra onun arasından yağış çıxar. La ilahe. Yəni Allah qullarına rəhm edib bu yağışı yumşaq şəkildə endirir. Əgər buludlar bir anda boşalsaydı, bu böyük dağıntılar səbəb olardı. Halbuki Allah onu tədricən faydalı şəkildə endirir. La ilahe. Yəni Allahın lütfu ondadır ki, o yağışı yerdə yığılmış şəkildə endirmir. Əgər belə olsaydı, torpağın səthinə yığılıb qalardı və ondan istifadə etmək mümkün olmazdı. Əksinə, Allah onu yerin altına çəkir, bulaqlar və axınlar şəklində torpaqda hərəkət etdirir,
onu quyularda və dənizlərdə qoruyur. Allah buyurur. Məyər görmürsən ki, Allah göydən yağış endirir, sonra onu yerə çəkir, orada müxtəlif bitkilər çıxarır, sonra o quruyar, saralar, Allah da onu toz halına çevirər. Bunda ağıl sahibləri üçün dərslər vardır, deyir Allah təala. Zumər surəsi. Allah bu suyu yerin dərinliklərində, qayalarda saxlayır. Əgər bu su yerin dərinliyinə batıb itib geçsəydi, heç kəs onu çıxara bilməzdi. Allah buyurur. Heç düşündünüzmü? Əgər suyunuz yerə batıb yoxa çıxsa, onu sizə kim geri gətirər? Kim geri gətirər? Mülk surəsində. Fəmən yədi. Kim? Heç kimsə. Bacarmazdı. Bütün bunlar hamısı Allahın ucalığı deyilmi? Qüdrəti deyilmi? Necə insan bunu düşünməz də, Rəbbinə ibadət etməz də, la ilahə illallah. Allah təala sonumuzu gözəl eyləsin. Allah təala bizləri eşidib, faydalandığı qullarına eyləsin. Və bir də Allahın əzəmətini bilmək istəyirsinizsə, Ayət-el Kürsi. Ayət-el Kürsi Allahın əzəmətliyinə dəlalət ən böyük ayələrdən birisidir. Bu ayə yüksək qüdrətə böyük dəyərə malikdir. O çox uca bir məqama sahibdir və onun özünə məxsus gözəlliyi var. Ucalığı və dəyəri sonsuzdur Ayət-el Kürsi. Bu ayə oxunduğunda qəlblər rahatlıq və aram gəlir. Onu oxuyanlar qorunur, ruhlar dinclik tapır. Ayədə Rəhmanın, Allahın gözəl adları və sifətləri var. Ayəni oxuyan insan şeytandan qorunur. Ayə həm insan, həm də ev üçün bir qoruyucu qalxan kimidir. Niyə? Bu ayənin təsiri böyükdür. Qorunma, əminamanlıq, aramlıq, rahatlıq. Ayədə Allahın izni ilə şəfa və bərəkət vardır. Quranın ən böyük ayələrindən biridir. Peyğəmbərimiz s.ə.v. Ubey ibn Kəbə nə dedi? Ubey ibn Kəbə. Ey Əbu Munzir, Allahın kitabındakı ən böyük ayə, ən əzəmətli ayə. Həcminə görə deyil, böyüklüyünə görə, yəni, savabına görə. Hansıdır? Ubeyd, Allah Rəsul daha yaxşı bilir. Peyğəmbər sualı yenidən soruşdu. Ubeyd Ayət-el Kürsi. Peyğəmbər onun sinəsinə vurub dedi, elm sənə mübarək olsun. Ey Əbu Munzir, yəni, elm sənə qəlbində toplansın. Canım əlində olan Allah and olsun ki, bu ayənin bir dili, iki dodağı var. Bu ayə ərşin altında Allahın şanına təriflər deyir. Səhih hədisə gəlir. Ayət-i Kürsin dəyəri və şeytanla bağlı hadisəni bilirsiniz yəni. Ayət-i Kürsin çox dəyərli mənalar daşıyan, sirlərlə dolu, çox əzəmətli bir ayədir. Hətta şeytanlar belə onun dəyərini bilirlər. Ayət-i Kürsi Əl-Bəqərə surəsi 255-ci ayə. Ona görə deyir alimlər, daimi oxuyun bunu. Suyu oxuyun, için. Sehrə, caduya qarşı. Nə deyir Əbu Hüreyrə radiyallahu anh? Mən Allah Rəsulunun Ramazan ayında fitrə zəkatı ilə bağlı vəzifə vermişdi. Zəkat toplanır bir ambara, Əbu Hüreyrə neyini? Oranı qoruyur. Gecə vaxtı birisi gəlib ərzaqdan bir şey götürmək istədi. Onu yaxaladım, dedim. Səni Peyğəmbərin yanına aparacağım. O dedi, mən çox ehtiyac içindəyəm, ailəm var, vəziyyətim çox ağırdır, məni burax. Mən onu elədim, rəhm elədim, buraxdım. Sən Peyğəmbərimiz yanına gəldi, dedi ki, ey Əbu Hüreyrə, dünən gecə əsrinə nə etdin? Dedim, ey Allah Rəsulü, çox ehtiyaclıdır, ailəsi vardı. Mən də o rəhm edib buraxdım. Peyğəmbərim dedi ki, bil ki, o sənə yalan söylə, yenə gələcək. Əbu Hüreyrə bilmir şeytan oldu. İkinci gün, üçüncü gün yenə də yaxalayır. Deyir, bu dəfə səni Peyğəmbərin yanına aparacağım. Deyir ki, məni Peyğəmbərin yanına aparma, amma sənə elə bir şey öyrədəcəm ki, sən onu oxusan, deyir, şeytan sənə yaxınlaşmır. Deyir, nədir Ayət-el Kürsi? Əbu Hüreyrə gəl Peyğəmbərə deyən nə dedi? Deyir, o yalancı da doğru dedi. Kəzzəbdir, amma doğru dedi bu məsələdə. Allahu la ilahə illəhu. Baxın, Allahdan başqa ibadətə, səcdəyə, dua və sevgi ilə üz tutmağa layiq heç bir haqq məbud yoxdur. Yalnız Allah hər şeyin sahibi və xaliqidir. Bu çox, yəni dəqiq və aydın tövhid deməkdir. Yəni heç bir səhv, qarşılıq yoxdur. Heç bir, yəni Allahın tayı bənzəri yoxdur. İbadətə yalnız Allaha edilməlidir. La ilahə illallah. Allah sözü xüsusi bir sözdür, addır. Quran-ı Kərimdə ən çox keçən adlardan birisi. Yəni, yalnız bizim ibadət etdiyimiz Rəbbimizə aiddir. Bu ad Quranda əvvəl gəlir. Çünki bu ad ən əziz, ən uca addır. Bu ad qəlbə rahatlıq, dilə gözəllik, insan ruhuna qüvvə verir.
Bu kəlmə İslamın əsası, haqq dinin başlanğıcı və qurtuluşun açarıdır. Allahu la ilahe illahu el-hayy el-qayyum. Yəni Allahdan başqa ibadət haqq məbud yoxdur. O həmişə diridir. Varlığı heç vaxt bitməz, ölməz, heç nəyə möhtac deyil. O hər şeyi ayaqda saxlayandır, idarə edəndir. Bütün varlıqlar onun sayəsində var olur və yaşayır. El-hayy daimidir, el-qayyum. Yəni bütün canlılar, varlıqlar həyatlarını davam etdirmək üçün Allaha möhtacdır. Amma Allahın həyatı heç kimdən və heç nədən asılı deyil. Onun həyatı əbədidir, sonsuzdur, dəyişməzdir. Bu xüsusiyyətlər yalnız Allaha aiddir. Baxın, Allah sözündə El-Hayy el-Qayyum, bütün bu xüsusiyyət Allaha aiddirsə, necə ola bilər ki, insan gəlib qəbirdən kömək istəyir? Ölüdən kömək istəyir, ya övliyə kömək olur, ya imam kömək. Axı bütün bunu Allaha aiddir. Əbədiyyət, varlıq. Subhanallah. Necə insan Allaha şərik qoşar? Bunu biləndən sonra. Odur ki, Quranda Allah belə təqdim olunur. O əvvəldir və sondur, zahirdir, batindir. Yəni o hər şeyin başlanğıcıdır, sonudur, aşkar olandır, hər şeyi biləndir. Nə deyər Peyğəmbərimiz sıxıntanda? Ya Hayy ya Qayyum bi rahmetikə əstəğif. Ey daimi diri olan, ey hər şeyi idarə edən, rəhmətinlə sənə sığınıram. Dualara cavab. Niyə? Allahın ən əzəmətli adını Allah'a sığınmaq. Bu da harada gəlir? Ayət-ül Kürsüdə Ya Hayy ya Qayyum bi rahmetikə əstəğifu. Baxın Peyğəmbərimiz s.ə.v deyir, İzə kəribəhu əmrun, bir sıxıntı gələndə nə deyərdi? Ya Hayy ya Qayyum bi rahmetikə əstəğifu. Ona görə ki, Allahın ismi azam nədir? El-Hayy el-Qayyum. Qayyum yəni Allah hər varlıq üzərində daimi duran, onların varlığını və davamını təmin edən. Heç bir şey özlüyündə var ola bilməz və idarə oluna bilməz. Yalnız Allahın izni və qüdrəti ilə. Müsəlman bunu bilərək anlayır ki, hər bir şeyin varlığı və həyatı Allahın iradəsi ilə bağlıdır. O yeganə, tək olan ilahdır. Bunu bilən insan necə gedib kömək istəyə bilər qəbirdən, daşdan, ağacdan? Baxın, sonra nə deyir? Bir dəqiqə bu gezdirdi bu bizim TikTok. Yenə də alınmadı. Yaxşı. Ya Allah çıxdı. Ona nə la ta'khuduhu sinatun və la nawm. Ona nə yuxu gələr, nə də mürgü. Əl-Bəqərə surəsi. Yəni Allah üçün nə bir nöqsan, nə də unutqanlıq vardır. Heç bir şey ondan gizli qalmaz. Hər bir nəfsin qazandığı şeyin şahididir. La ilahe illallah. Baxın. Ona görə də Peyğəmbərimiz hər bir sıxıntıda nəyi buyuraydı? Ya Hayy ya Qayyum. Yəni göylər nə varsa ona məxsusdur. Yəni göylər deyədə olan hər şey Allahın mülküdür. Onun bəndlərdir, onun qullardır, onun hökmü altındadır. Heç kim onun izni olmadan bu qayda və sistemdən çıxıb bir şey edə bilməz. Göylərdə, yerdə olan hər kəs Rəhmanın hüzuruna yalnız bir qul kimi gələcəkdir qiyamət günü. La ilahe illallah. Onun izni olmadan heç kim onun dərgahında şəfaət edə bilməz. Əl-Bəqərə surəsi. Yəni bu Allahın əzəməti və ucalığını ifadə edir. Heç kim öz başına Allah yanında şəfaət edilməz qiyamət günü. Hətta Peyğəmbərlər belə, hətta Muhammed s.ə.v belə. Ancaq Allahın o icazə verərsə, o zaman şəfaət baş verər. Hətta kimlərin şəfaət edilməsinə layiqdirsə, yenə o icazə verər. La ilahe illallah. Peyğəmbərimiz nə buyurur? Sallallahu aleyhi ve sellem. Mən ərşin altında səcdəyə qapanacağım, sonra mənə deyiləcək, başını qaldır, istə veriləcək, şəfaət et, qəbul olunacaq. Mənə deyəcək, ey Rəbbim, icazə ver, şəfaət edib, Allah icazə verəcək. Ümmət üçün şəfaət nədir? Allahım onların günahlarını bağışlar. Allah Teala bütün məxluqatın əvvəllərin axıra qədər baş verəcək bütün gələcəkləri, işləri bilir. Hər bir şeyi, o gizlini də bilir, görünəni də hər bir şeyi, gözlərin xəyanətini və qəlblərin gizlətdiyini də bilir. Qafir surəsi. Yəni insan baxışlarıyla nə niyyət edir, içinə nə gizlədir, Allah onu bilir. Allahın elminə, qüdrətinə heç nə sərhəd qoya bilməz. Kimin nə bildiyini, nə bilmədiyini, nə qədər bildiyini də o müəyyənləşdirir. Heç kim onun icazəsi olmadan
onun elmindən bir şey qavraya, dərk edə bilməz. Onlar onun elmindən heç bir şeyi dərk edə bilməz. Ancaq o nə qədər istəsə o qədər verdiyi elm. Bu elmi peyğəmbərlərə və öz istədiyi qullarını açıqlayıb, peyğəmbər açıqlayıb. Bu isə Allahın böyük və lütfü, hikmətidir. Ona görə nədir? Ayətül Kürsi Allah Taala'nın əzəmətini bildirən ən əzəmətli nədir? Ayələrdən birisi. Ona görə deyirlər ki, ən əzəmətli ayə kim onu oxuyarsa şeytandan qorunar, gün ərzində çox oxumaq lazımdır. Allah Taala bizləri, Allah Taala ucalığını dərk edən qullarını eyləsin. Allah Taala sonumuzu gözəl eyləsin. Allah Taala bizləri cənnət əhli eyləsin. Allah Taala dünyası dəyişən valideynlərimizin məkanını cənnət eyləsin. Allah Taala övladlarımızı salih qullarını eyləsin. Övladı olmayanlara salih övladlar bəxş eyləsin. Allah Taala bu gözəl vətənimizi qorusun. Əmin-amanlığımız, müstəqimiz daimi olsun. Allah Taala kimin nə istəyi arzusu varsa, istəyin arzusunu çatdırsın. Allah da elm məclisinin sonunda günahlarımızı bağışlasın. Allah Taala əskərlərimizi qorusun, şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Allah Taala ölkə rəhbərimizi qorusun, işlərinə müvəffəq eyləsin, uzun ömürlər bəxş eyləsin. Allah Taala bu gözəl vətənimizi fitnəkarlardan qorusun. Allah Taala öz əzəmətli gücünü, qüdrətini düşmənlərimiz, havadarları üzərində bizə göstərsin. Ölkəmizə qarşı hilə quranları Allah Taala öz hilələrində həlak eyləsin. Allah Taala borcu olandan borcu ödəməyə yardım eyləsin. Allah Taala xəstələrimizə şəfa versin. Allah Taala bizlərə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmlə bərabər Firdovs cənnətində bir yerdə olmağı nəsib eyləsin. Amin.